Məşuq aşiqə diqqət edir, böyük zövqdür. Cavanlar yaxşı təsdiq edirlər mən bu fikrimi. Xüsusilə təzə məsələn ailə quracaq, təzə tanış olub, bir dənə məsələn SMS yazan kimi nə gözləyir? Gözlüyün baxır, baxmır. İki dəqiqə bir telefona baxır, görüm göyərdi WhatsApp'dakı, yoxsa yox. Yarım saatdan beri baxır. Birdən gördü ki, yəni göyərib bu özünü yer tapa bilmir. Ay baxdı şükür Allah. Nəzər elədilər axır mənə. Kaş bəşər bunu Allahla düzəldə biləydi bu ünsiyyəti. Aha, nəzər elədilər kişiyə. Şükür Allaha. Bu zövqdir, bundan da böyük zövq. İndi bu ona cavab yazır. Düzdür? Bu tərəfdən ona artıq söz gəlir. Sən necəsən, neynirsən? Nə bilim, yeməyi yudun, yemədin. Bunlar indi əvvəl deyirlər, sonradan belə şeylər azalır. Xülasə, bir var səndən o tərəfə, o sənə diqqət edir. Bir də var o sənə nəzər edir. İndi gətir mövzuyu Allaha, münacatın iki tərəfi var. Sən Allahla danışsan, o səni dinləyir. Bir müddətdən sonra bir yerə yetişirsən ki, o danışır, sən eşidirsən. Deyirlər, ikinci birincidən daha üstündür.